Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə çox dadlı, bişirmədən tort hazırlayacağım. Yəni sobada hazırlanmayan tortdur. Çox asan və dadlıdır. Bunun üçün bizə lazım olacaq 200 qram peçenya, ağ və yaxud da kakaolu fərq etməz və 110 qram əridilmiş kərə yağı. Peçenyaları ovuram və əridilmiş kərə yağını da əlavə edib qarışdırıram. 20 santimlik belə bir forma götürmüşəm. İçərisini streç paketlə, yəni qıraqlarını streç paketlə örtmüşəm. Altını isə dəmir folqa ilə bağlamışam və qoydum belə bir düz tarelkanın üstünə, qabın üstünə və içərisinə əlavə etdim bayaq qarışdırdığım peçenya və yağı. Bunu indi belə tavanın qıraqlarına da gördüyünüz kimi biraz belə qaldırıram və içərisinə də basa-basa yaxşı, yəni əzirəm. Belə stəkanla da əzdim mən. Və indi isə içərisinə bir banka qaynadılmış, qatlaşdırılmış süd. Bunu əlavə edirəm və bunu da hər tərəfə gələcək şəkildə yayıram. Yəni bunu istəməsəz karameldə hazırlaya bilərsiniz. Amma bu belə daha rahat və tez alınır deyə mən belə eləyirəm. İndi isə içərisinə bananı belə nazik doğrayıram. 2 dənə banandır. Siz 3 dənə banan da qata bilərsiniz. Bunu düzürəm. Doğranmış bananları düzürəm. Və krem hazırlayıram. Krem üçün isə 1 stəkan 33% qaymaq, 33-35% qaymaq lazımdır ki, çalanda bərkisin. Və hardasa yarım xörək qaşığı zquşyonka əlavə edirəm. Qatlaşdırılmış süd yəni. Bunları da mikserdə tam qatlaşana kimi çalıram. Sonra isə alınan xəmirdən belə gördüyünüz kimi bir paket yəni tort bəzədiyimiz paketlərin içərisinə bir paket doldurub qoyuram qırağa. Bu üzəri üçün lazım olacaq bizə. Qalan kremi də əlavə edirəm bananların üstünə. Və hər tərəfə gələcək şəkildə yayıram kremi. Və paketdə qalan kremi də belə, yəni siz bunu belə yayıb da saxlaya bilərsiniz. Mən bunu da qəşəng görünür deyə belə hazırlayıram. Belə formalar, yəni güllər kimi formalar eləyirəm. Yenə də dediyim kimi siz düzdə kremi yaxıb saxlaya bilərsiniz. Belə formalar eləyirəm. Və üzərinə yenə də istəyə görə mən biraz kakao səpirəm. Bunu da etməyə bilərsiniz. Sadə saxlaya bilərsiniz. Kokos əlavə edə bilərsiniz. Fındıq çəkilmiş. Yenə də onlar sizin zövqünüzə qalır və sadə də saxlaya bilərsiniz. İndi bunu qoyuram hardasa 4-5 saatlıq və yaxud da axşam hazırlayın, səhərə kimi qalsın xaladelnikdə, soyuducuda yəni. Məndə 5 saat qaldı. İndi belə çıxardıram. Altdakı folqanı çıxardıram. Paketi qıraqlardan kəsirəm. Sonra isə formanı çıxardıram paketlərlə bir yerdə. Gördüyünüz kimi çox gözəl, hündür bir tort alınır. İndi sizə kəsib içində göstərəcəm. Çox dadlı. Yəni indi mütləq hazırlayın, dadına baxın. Peşman olmazsınız. Əgər siz banan xoşlamırsınızsa, başqa, yəni xoşladığınız meyvələrdən də əlavə edib hazırlaya bilərsiniz. Çox dadlı alınır. Siz də hazırlayın. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, şərh yazmağı, dəstək çıxmağı unutmayın. Çox sağ olun.